Antik çağda sənətdən danışacağıq. Antik çağda sənət dedikdə ağla ilk gələn anlayışlar mimesis və katarsisdir. Mimesis sözünün mənası təqlid deməkdir. Antik çağın sənət adamları sadəcə təbiətdə var olanları və baş verənləri təqlid edirlər. Sokratdan əvvəlki filosof və şairlər sosial həyatla maraqlanmırdılar. Fəlsəfə və sənət sosial həyatla Sokratdan sonra maraqlanmağa başladı. Homer hətta xalqlar arasında baş verən müharibələrin də sosial-siyasi ziddiyyətlərdən deyil, tanrılar tərəfindən törədildiyini söyləyirdi. O deyirdi ki, tanrılar xalqlar arasında müharibələr törədirlər ki, onların sonrakı nəsilləri üçün oxumağa nəğmələri olsun. Sosial həyata dəxli olan müharibənin özü deyil, onun xatirələri idi. Nəğmələr şəklində qorulan xatirələri idi. Sokratdan əvvəl sənətin öhdəliyi gözəllik yaratmaqdır. Fagor bu gözəlliyin yerini də göstərmişdi. Kainatın bütünü. Gözəl olan külli aləm idi. Əxlaqçı Platon isə gözəllik anlayışını sənətdə sosial faydalılıq anlayışı ilə əvəzlədi. Sənət sosial həyatın ahəngdarlığı üçün faydalı olanı yaratmalıydı. Əks halda o lənətə layiq görüləcəkdir. Sənətdən fayda umanlar tam modernizmin ortaya çıxdığı 19-cu əsrə qədər onun gözəllik yaratmaq öhdəliyini yada salmadılar. Antik çağdan üzü bu yana sənət Yunanıstanda həyatla iç-içə idi. Bunun nəticəsi idi ki, 4-cü əsrdə Yunanıstanda şəhər, yəni polis şəhər həyatı çökəndə sosial həyat özünün yeni sənət növlərini yaratdı. Belə ki, şəhər həyatının çöküşü ilə insanlar mənəvi təkliyə sürükləndilər. Yəni, sosial həyatın şərtlərinin dəyişməsi Yunan mədəniyyətində də dəyişikliklərə səbəb oldu. Antik çağ sənətindən danışarkən Roma heykəltaraşlığını unutmaq olmaz ki, Romalılar bu sənəti Yunanlıları tanıyandan sonra öyrənmişdilər və mənimsəyib inkişaf etdirmişdilər. Hər iki mədəniyyətdə teatrlar xüsusi ilə önəmli idi. Daha doğrusu, önəmli məkanlardır və fərqli üslubda tikilirdi. Qədim Yunanıstanda teatrlar mütləq yamazda yerləşirdi. Roma teatrları isə istənilən şəhərin istənilən yerində inşa edilə bilərdi. Yunanlılar üçün teatr mistik bir ayin yeri idi. Romalılar üçün isə teatr sadəcə əyləncə məqsədi ilə gəldikləri bir məkan idi. Yunan memarlığında səhnə üçün biraz yuxarı qaldırılmış taxta platforma yetərli idi. Roma memarlığında isə teatr səhnələri çox mərtəbəli, bəzən tamaşaçıların əyləşdiyi kaveyalara qədər hündür səhnə quruluşları şəklində inşa edilirdi. Qədim Yunanıstan böyük orkestrlara üstünlük versə də, qədim Romada orkestr daha kiçik idi. Orkestrları Romada adətən su dolu sahə ilə ayırırdılar ki, bu da tamaşaçıları heyvan və qladiatorların döyüşlərindən qismən qoruyurdu. Antik çağda sənətin əsas olan bir amacı vardı ki, bu da katarsis idi. Yəni, tamaşaçını günahdan və cinayətdən arındırmaq. Sənət insanı doğrudan da cinayətdən və günahdan arındıra bilirdimi? Ümumiyyətlə bilirmi? Bu artıq başqa söhbətin mövzusudur.